Xəzər sahillərindən yüksələn hər bir raket pərdəsi təkcə silah deyil, o enerji boru xətlərimizin, limanlarımızın və dənizçilərimizin təhlükəsizliyinin də qırmızı xəttidir. İndi gəlin, bu xəttin harada çəkildiyini, nəyə görə hər kəsin diqqət etməli olduğunu və necə qarşı tədbirlər görüldüyünü realist şəkildə açıqlayaq. Bu təqdimat Xəzər raket sistemi, dənizdən gələn təhlükə adlandırıla bilən mövzunu sensasiyaya uymadan, yoxlanmış ümumi mənbələr və tanınmış regional tendensiyalar əsasında izah edəcək. Diqqət yetirək ki, burada konkret və təsdiq olunmamış texniki detalları uydurmayacaq. Məqsəd riskləri, müdafiə çarxlarını və siyasi nəticələri anlamaqdır. Əvvəlcə, dənizdən buraxılan raket sistemləri nədir və niyə təhlükəlidir? Qısaca. Bu sistemlər su üstü platformalardan, sualtı buraxılış sistemlərindən və ya sahildən buraxılan anti-gəmi və ya təyinatlı hücum raketlərindən kruiz və ya balistik elementlər daxil olmaqla ibarət olur. Onlar uzaq məsafəli dəqiqlik, radarlardan yayınma imkanları və mobil yerləşdirmə qabiliyyəti ilə sahil və dəniz infrastrukturlarına, gəmilərə və hətta daxili hədəflərə təhlükə yarada bilər. Xəzər, Kaspiyan dənizi üçün spesifik aspektlərə nəzər salaq. Region parçalanmış hüquqi statusu, zəngin enerji resursları və sahildə sıx yerləşmiş neft-qaz infrastrukturu səbəbindən hər hansı raket təhdidinin iqtisadi və humanitar təsirləri dərhal əhatəlidir. Həmçinin burada fəaliyyət göstərən dövlətlərin hər birinin öz müdafiə və əks-hücum strategiyaları var ki, bu da eskalasiyanı sürətləndirə bilər. Tarixi nümunələr göstərir ki, böyük dövlətlər Kaspiyandan taktiki və strateji mesaj vermək üçün raketləri və dəniz güclərini nümayiş etdirə biliblər. Məsələn, kaliber tipli kruiz raketlərinin Xəzərdən buraxılmasına dair keçmiş əməliyyatlar göstərir ki, bu su hövzəsi uzun mənzilli atışlar üçün istifadə oluna bilər. Regionda son illərdə artım göstərən hərbi təlimlər və naval taktik məşqlər, eləcə də ölkələrarası əməkdaşlıq və bəzən gərginlik dənizdə raketlərin həm real, həm də psixoloji təsirini artırır. Bu təhlükənin önlənməsi və onunla mübarizə üçün hansı texniki və əməli tədbirlər mövcuddur? İlk olaraq, dəniz nəzarəti və kəşfiyyatın gücləndirilməsi. Sahil radarları, dəniz patrul gəmiləri, dron kəşfiyyatı və peyk görüntüləməsi kombinasiyası erkən xəbərdarlıq üçün vacibdir. İkinci olaraq, sahil əsaslı hava müdafiə sistemi və gəmi üzərində quraşdırılmış hava məqsəd müdafiə vasitələri raketlərin qarşısına almağa yönəlib. Üçüncüsü, enerji və liman obyektlərinin sərtləşdirilmiş fiziki müdafiəsi, təcili evakuasiya planları və müxtəlif səviyyəli redundans, məsələn, ehtiyat kommunikasiya və boru xətlərinin alternativ marşrutları zəruridir. Diplomatik və hüquqi addımlar da vacibdir. Xəzərin statusu və onun hərbi istifadəsi ilə bağlı beynəlxalq və regional razılaşmaların, şəffaflıq mexanizmlərin və krizis idarəetmə kanallarının gücləndirilməsi eskalasiyanın qarşısını almağa yönəlməlidir. Həmçinin informasiya mühiti, yanlış məlumat və panikanın qarşısını almaq üçün rəsmi bildirişlərin vaxtında verilməsi və media maarifləndirməsi həyati əhəmiyyət kəsb edir. İqtisadi və humanitar perspektivdən baxanda, dənizdən gələn hər hansı raket təhdidi yalnız hərbi hədəflərə zərər vermir. Liman fəaliyyəti, enerji ixracatının etibarlılığı, balıqçılıq və dənizçilərin həyatı dərhal təsirlənir. Buna görə də təhlükəsizlik planları sadəcə ordunun işi deyil, sivil qorunma, enerji şirkətləri və regional iqtisadi partnyorlarla bircə hazırlanmalıdır. Nəhayət, ən vacib məqam odur ki, bu cür risklərə reaksiya həm müdafiə, həm də qarşılıqlı şamil olunan riskin azaldılması strategiyaları əhatə etməlidir. Şəffaflıq, xəbərdarlıq mexanizmləri, bir-biri ilə əlaqəli müdafiə və kəşfiyyat kanalları və sülhə əsaslanan regional yanaşmalar. Bu video izləyicini yalnız qorxu yaratmaq üçün deyil, konkret nələr edilə biləcəyini başa düşməsi üçün yönləndirəcək. Hansı kəşfiyyat və müdafiə alətləri mövcuddur? Sivil bölmələr nə etməlidir və diplomatik yollarla necə gərginliyi aşağı salmaq olar?
Qısa xülasə, Xəzərdə raket təhlükəsi mövzusu reallıqda mövcud təhlükələr və strateji nüansların birləşməsidir. Onu azaltmaq üçün hərtərəfli yanaşma, texniki, iqtisadi, sivil və diplomatik tədbirlərin sintezi lazımdır. Daha dərinə getmək və mənbələrə baxmaq istəyirsinizsə, video sonunda istifadə olunan açıq mənbə araşdırmalarına keçid verəcəyik. Eurasian, TASS,